Bugün O Media Qrup üçün ən əlamətdar günlərdən biridir. Birincisi ona görə ki, O Media Qrupun ilk studiyasının, inşallah sayımız çox olsun, açılışıdır və əslində belə bir media qrupun yaranmasının ideyası 2018-2019-cu illərə gəlib çıxır. Bizim 5-ci çağırış Milli Məclisin deputatı Sona xanımla biz dəfələrlə müzakirə eləmişdik, formatı müəyyənləşdirmişdik. Amma iş elə gəldi ki, 2026-cı ilə qədər vaxt keçdi üstündən və bizim Autizm Assosiasiyasının rəhbəri Elnur müəllimin sayəsində biz belə bir studiyanı formalaşdıra bildik və əziyyəti ən çox çəkənlərdən biri studiyanın hazır olmasında məni də ən çox tətikləyən insan təbii ki, Sona xanım olub. Və hər detal uğrunda biz yavaş-yavaş, gün-bə-gün çalışdıq ki, nəsə eləyək. Və ilk studiyanı minimal ölçüdə, minimal amplitudada hazırlaşdıq ki, bunu biz təqdimatını eləyək. Sonra xanım mənə dedi ki, tələsdin, biraz da nələrsə əlavə eləmək olardı. Artıq belə deyim də, mən maksimalizmdən qaçan insanım. Çünki hər şeyi maksimal düşünəndə o uzun müddət belə deyək də çəkir o proses. Amma artıq fəaliyyət var. Çünki bura demək olar ki, O Media qrupa daxil olan OTV, One News, EduClub, sosial media mərkəzi və gələcəkdə inşallah sayımız daha çox olacaq. İlk studiyadır və burada çəkişlərimiz olacaq. Artıq noyabr ayının 20-sindən OTV fəaliyyətə başlayıb. Yəni yayıma başlayıb. Bizim sənətşünas dostumuz Seymur müəllim Elsəvər buradadır. Eyni zamanda Vüqar Hacıyev jurnalist dostumuz buradadır. Və Elnur müəllimin belə deyək də başına yığışmış bu komanda inşallah gələcəkdə daha böyük nailiyyətlərə, uğurlara imza atacaq. Və mən bir daha bu işə başlayanda anladım ki, qadın böyük qüvvədir. Və Sona xanımın o tükənməz enerjisi sayəsində biz daha böyük uğurlara imza atacağımıza inanıram və prosesdə, studiyanın hazırlanmasında bizə Mehriban xanım birbaşa dəstək oldu, Cülabatın xanım dəstək oldu və eyni zamanda hər bir prosesdə belə deyək, can yananlıqla o xırda texniki işlərdən ən böyük belə deyək, fikir alış-verişinə qədər Sayidə xanım bizim əvvəldən axıra qədər yanımızda oldu və bu günün özünə qədər, yəni son dəqiqəyə qədər Sayidə xanım bizlə bir yerdə idi və bütün proseslərin hazırlanmasında yaxından iştirak elədi. Çox sağ olun hər biriniz üçün. Hər bir dəstək bizim üçün önəmlidir bu mərhələdə və onu deyim ki, prosesin içinə düşəndə görürsən ki, xırda bir dəstək belə bəzən böyük uğurların bir açarına çevrilir. Və məsələni çox uzatmıram, çox danışdım, çox başınız ağrıtdımsa üzrü sayın və sözü verirəm xanım olduğuna görə Sona xanıma açılış üçün, çünki O Media qrupun rəhbəri odur. Xoş gəlmişsiniz deyirəm. Diqqət yetirdiyiniz üçün, yəni live bildiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Və əslində bəli, fikir olaraq var idi, amma mən çox uzun müddət bu fikrə yanaşmırdım. Çünki bir müddət ümumiyyətlə mən Turan müəllim o zaman məni davamlı olaraq o məni tətikləyirdi ki, yox belə olmaz, yox qayıdın falan filan. Mən istəmirdim uzun müddət. Amma mən də bir yaxşıdır ya da pis xüsusiyyəti bilmirəm. Mən bir işi əlimə alanda onu çox sürətlə bitirməyi sevirəm. Yəni gözləməklə aram yoxdur. Elə ki qərara ki verdi ki, burada studiya açırıq, mən gündə düz deyil. Turan müəllimi gündə yazırdım, zəng edirdim, onu oldu, bunu oldu, bu necə oldu. Mən bugün çox məmnunam, inanıram ki, çox yaxşı olacaq. Çünki bizim əlimizdə həqiqətən çox böyük resurslarımız var, amma biz onu indiyənə qədər istifadə eləmədik.
Bunu saymaq istəmirəm və çox gözəl də ideyalar var, çox müxtəlif ideyalar var. Mən Elnur müəllimə direkt təşəkkür eləmək istəyirəm ona görə ki, Elnur müəllimdən necə deyim, ideya bir növ həm də Elnur müəllim tərəfdən də gəldi ki, bizim o layihə haqqında özü danışsın istəyirəm, o haqda danışmaq istəmirəm. Yəni ki, bu bir növ əslində bir nəfərin yox, bir neçə nəfərin ideyasında, bir neçə nəfərin istəyi üzərinə qurulan bir studiyadır və doğru qərar verdiyimizi düşünürəm. Çox yaxşı layihələr olacağını bilirəm. Çünki doğrudan burada işini görən hər bir adam doğrudan peşəkardır. Mən ümumiyyətlə jurnalistika sahəsində həqiqətən bilirəm, tanıdığım bütün şəxsləri. Çünki onlarla da çox uzun müddət 2015-ci ildən mən media ilə iç-içə olduğum üçün yəni azdan çoxdan tanıyıram. Ona görə də yəni demək istəyirəm ki, həqiqətən peşəkarlarla belə deyək, çalışdığım üçün çox xoşbəxtəm ki, bugünkü günü məhz belə deyək də o həvəskar insanlar yox, məhz peşəkar insanlarla biz bu yolda birlikdə davam edəcəyik. Nə bilim, işçi göstərəcək də. Mən düşünürəm ki, bizim nailiyyətlərimizi, bizim görəcəyimiz işlər, layihələr göstərsin. Eryəs kimi danışmaq istəməzdim. Amma protokol qaydalarına görə mən hər birinizə xoş gəlmişsiniz deməliyəm. İnşallah fəaliyyətimiz uğurlu olaraq gələcəkdir. Amma mən qısa bir haşiyə edim. Təxminən 6-7 il bundan qabaq administrasiyada böyük bir nüfuzlu bir adamla görüşüm olanda bir 10 illik fəaliyyətimizi sadaladım, dedi, mənim üzrlü sayın, mən sizi heç tanımıram, heç fəaliyyətinizdə bilmirəm. Demək, bizim həmişə bizə irad tutulan məsələlərdən biri də PR məsələmizin olmamağı idi. Yəni, biz fəaliyyətimiz dövründə bu reklam olacaq deyə, bu işlər gözə görünəcək deyə, özümüzü gözə tutmamaq məsələsində hər zaman mənə boz kardinal deyirlər ki, arxada durmuşsan, amma fəaliyyət göstərirsən. Düşündük ki, bu PR məsələmiz bizim çox zəifdir. Sonra bir talihin qismətidir, biz Sona xanımla bir müddət əvvəl tanış olduq. Sona xanımla biz bir qərara gəldik ki, illər ərzində gördüyümüz sosial sahədə fəaliyyətimizi bir ənənə verək, birləşək, gücümüzə güc qataq, bir ortalığa bir şey çıxardaq. Hər birinizə uğurlar arzu edirəm, bizim komandanıza. Ölkədə inklüzivliklə bağlı məsələlər sözdə çoxdur, amma əməl, hərəkət yoxdur. Və Elnur müəllim həqiqətən çox böyük işlər görür. Mən bunu yəni yaxından tanıdıqca o işlərin həqiqətən böyüklüyünü gördüm. Qazaxstanda da çox yaxşı layihələr gördük və onları Azərbaycana gətirməyi planlayırıq. Artıq birinin üzərində iş gedir. Hansı ki, Azərbaycanda bunlar yoxdur. Çox təəssüf ki, amma bunlar çox vacibdir. Çünki sosial sahədə işləmək ən çətin həssas olan yerdir. Çünki o ailələr hər biri sənə ümidlə baxır. Sizə ayrıca təşəkkür eləmək istəyirəm ona görə ki, siz o ailələrdən ötürü nələr eləyirsiniz. Xeyirli olsun. Xeyirli olsun. Başda Sona xanım olmaqla həmkarım Tural bəy və digər o media əməkdaşlarımı birləşdən təbrik edirəm. Necə deyirlər, qələminiz it olsun, sözünüz keçərli olsun. Və xüsusilə də bunu qeyd etmək istəyirəm ki, Tural bəy mən yaxından tanıdığım üçün necə işgüzar, zəhmətkeş və həqiqətən də vicdanlı və imanlı şəxslərdən biri olduğunu mən şahidiyəm. Və hər zaman işinə peşəkar yanaşıb, vicdanlı ilə yanaşıb və sözün əsl mənasında Həsən bəy Zərdalı qələminə hər zaman sadiqliklə xidmət edib. Bir daha təbrik edirəm, uğurlar arzu edirəm.